qan təmizləyicidir. Təsəvvür elə, içdiyin zaman qanında nə qədər zərərli maddələr var, toksinlər var, hamısını təmizləyir, qanıvı eləyir gül kimi. Qan devranını yaxşılaşdırır, qanıvı artırır, rəngivi, ruhuvu özüvə qaytarır. Nəfəs almağı asanlaşdırır, orqanlarının fəaliyyətini yaxşılaşdırır. Özün öz dəyişimə inanmırsan, üstəlik evdə özün rahatlıqla hazırlayıb içə bilərsən. Dərmansız, zatsız. Necə? Ekrandakı ürək qızart və profilin üzərindəki pil uçları arasına toxun, ətraflı izah edeyim. Götürürsən bir dənə çuğundur, bir dənə də kök. Atırsan blenderin içinə, mikserin içinə, nə bilim, ət çəkən maşının içinə. Qəşəng-qəşəng çəkirsən, doğrayırsan, bir stəkan da su. Həll eləyirsən, süzürsən də. Ya süz, ya qarışdır, sənə necə uyğundur. Gündə 2 dəfə, səhər axşam bir stəkan iç. İçdiyin zaman dəyişimi hiss eləyəsən. Dünyadakı bütün dərmanlardan daha faydalıdır. 1001 dərdin dərmanıdır. Sevdiyin insanlarla bu videonu paylaş və məni mütləq takip elə ki, sağlamlığının qeydinə qalan. Azalsın, baloğlanla hər zaman sağlam qalın.